Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizin üçün çox maraqlı bir vlog hazırlamışam. Azərbaycanın gözəl güşələrindən biri olan əsl istirahətin dadını çıxaracağınız rayonlardan birinə gedirik. Bu Qəbələ rayonudur. Yol boyu mənzərə o qədər gözəl idi ki, baxmaqdan zövq alırdım və kiçik kadrlar çəkdim ki, siz də görəsiniz. Bura Qəbələ şəhərinin mərkəzidir. Biz mərkəz hissəylə irəliləyirik. Belə bir kiçik mağazinə daxil oluruq və öz ehtiyaclarımızı alırıq. Yoldaşım da yol üstü pizza götürür ki, maşında yeyək. Həmişə aldığımız, seçdiyimiz pizza margarita seçirik və dadına baxırıq. Çox ləzzətli idi və yollanırıq bir gün öncədən rezerv etdiyimiz evə. Budur, artıq həmin evə yaxınlaşırıq. Çox gözəl həyəti var, mənzərəsi var və içəri daxil oluruq. Gözlədiyimdən də möhtəşəmdir. Ümumiyyətlə burada bütün evlər, həyətlər çox güllü, çiçəkli, tərtəmizdir. İnsanları çox mədəni, evləri çox səliqəlidir. Və budur, evə daxil oluruq. Mən əvvəlcə sizin üçün kiçik bir ev turu edirəm. Bura isə qaldığımız evin balkonudur. Belə gözəl yelləncəyi də var. Balkondan da ətrafa baxıram. Həqiqətən hər şey çox gözəldir. Əsl ürəyimiz istəyən kimi idi. Daha sonra otaqlara daxil oluruq. Baxaq görək otaqlar necədir. Yataq otaqları çox geniş və təmiz, səliqəli, işıqlıdır. Bu çox mənim xoşuma gəldi, diqqətimi çəkdi və bu ev əslində 2 ailə üçün nəzərdə tutulub. Məncə 2 ailə burada rahatlıqla gəlib istirahət edə bilər. Amma biz özümüz gəlmişik, üçümüz və istədik ki, bir gün hamımız birlikdə öz ailəmizlə baş-başa zaman keçirək. Bu isə mətbəxdir. Mətbəx də orta ölçüdədir, çox praktikdir. Daha sonra vanna otağına baxıram. Yenə də çox səliqəli, hər yer tərtəmiz və praktik, nə desəniz var. Və gəlirsiniz, özünüzlə heç nə gətirməyə ehtiyac yoxdur. Çünki həqiqətən hər şey nəzərdə tutulubdur. Hətta həyətdə manqala, samavara qədər var idi. Biz də aldıqlarımızı soyuducuya yerləşdirdik. Daha sonra mən qablara baxıram, harda nə var istifadə etmək üçün. Qızım isə həyətdə oynayırdı. Tez onun üçün gətirdiyim yeməyi istəyirəm ki, yesin və çay hazırlayıram. Şirniyyat da açıram ki, çay içək. Və biz tez çayımızı içib çıxmaq istəyirik. Çox evdə vaxt keçirmək istəmirik. İstəyirik ki, gəlmişkən vaxtımız da azdır. Qəbələnin gəzməli, görməli yerlərini gəzək. Öncə belə bir çay hazırlayıram və birlikdə əyləşirik, çayımızı içirik. Bu arada da dəftərimdə qeydlər aparıram. Yoldaşım telefonda baxır və mənə göstərir getməli olduğumuz yerləri. Mən də qeyd edirəm. Öncədən planlaşdırırıq ki, planlı şəkildə gedək və istədiyimiz hər yeri görə bilək. Bu səyahətdə ən çox sevinən tərəf məncə qızım idi. Öz otağına bütün əşyaları yerləşdirirdi. Otağın birini onun üçün ayırdıq. Onsuz da təkik, 3 nəfərik. Və o da demək olar ki, bütün əşyalarını götürüb şkaflara yerləşdirmişdi və yoldan çiyələk almışdı. Xahiş etdi ki, mən çiyələk yemək istəyirəm və onun üçün çiyələkləri yudum ki, yesin. Daha sonra əynimizi dəyişək və gedək gəzməyə. Bizim ilk gedəcəyimiz məkan Nohur gölüdür və həmin istiqamətdə irəliləyirik. Görüntülər məni məndən alır. Çox gözəldir, ətraf yamyaşıl, əsl insanın ruhunu dincəldən bir məkandır. Və budur, gəldik, istədiyimiz məkana çatdıq, gedirik Nohur gölün daha yaxından izləməyə və orada bizim əldə etdiyimiz məlumata görə qayıqla gəzinti də olur. Ona getmək istəyirik, gedək görək vəziyyət necədir. Kənarda isə belə gözəl, şirin kafe shoplar var, əyləşib burada çay içə bilərsiniz, kofe içə bilərsiniz, hətta yemək də təqdim olunur, yeməklərdən də yeyə bilərsiniz. Biz qayıqla gəzinti edirik, burada qayıqlar ayaqla idarə oluna bilir və bunun da özünə məxsus bir zövqü var. Ətrafı sıx meşələrlə əhatələnmiş bu sakit məkan həm yerli, həm də xarici turistlərin sevimli istirahət yeridir. Burada əksər turistlər demək olar ki, xaricilər idi. Göl təmiz, havası, səssizliyi və dağ mənzərəsi ilə insanı valeh edirdi. Qayıq gəzintisi və foto çəkilişlər üçün də əla seçimdir. Qayıqla tur 10 manatdır. Bu gözəl məkanda istirahətimizi başa vurduq və getdik elə bura yaxın yerləşən Maşa ilə Ayının evinə. Bunu qızım çox istəyirdi, onun üçün etdik. Mənim qızım biraz utancaqdır. O onunla maraqlananda yad insanlar kimsə o biraz özünü narahat hiss edir. Ona görə də çəkinir. Burada Maşanın onun əlindən tutması, evinə aparması sanki onu biraz həyəcanlandırırdı. Üz ifadələrindən hiss edirdim. Amma sonra mənə danışdı ki, ana mən çox sevindim, ora mənim çox xoşuma gəldi.
Təəssüratlarını mənimlə bölüşəndə gözləri elə parıldayırdı ki, sanki doğrudan da Maşanın evinə getmişik. Hər şey cizgi filmindəki kimi idi. Maşanın yatağı, mətbəxi, Ayının kitabxanası, hər şeyə diqqət etmişdi. Bütün ətrafa baxır, hər şey haqqında məndən soruşurdu. Mən də onu izləyirdim və fikirləşirdim ki, uşaqların belə sevincini görmək dünyanın ən gözəl hissidir. Əgər yolunuz Qəbələyə düşsə, mütləq buraya baş çəkin ki, uşaqlarınız üçün əla xatirə olsun. Valideynlər üçün də gözəl bir təbəssüm səbəbi. Giriş isə bir nəfər üçün 5 manat idi. Biz ikimiz də daxil olmuşduq, ona görə də 10 manat ödəmişdik. Növbəti getmək istədiyimiz məkan isə Qəbələdə yerləşən Tufandağ idi. Orada kanat xətti var. Həmin kanat xətti ilə gəzinti etmək istəyirdik. Və yol üstü bu parkı gördük. Mən yenə vurğulayıram, Qəbələ o qədər xoşuma gəlib ki, o qədər gözəl təbiəti var ki, hətta şəhərin daxilində olan bu gözəl park Zərif Əliyev adına parkdır. Bura düşdük, o qədər xoşuma gəldi ki, biraz gəzmək istədik, sanki özünü başqa bir yerdə hiss edirsən. Çox gözəl, yamyaşıl idi. Daha sonra istədiyimiz məkana doğru irəliləməyə başladıq və getdik, gedək görək bizi Tufandağda nələr gözləyir. Burada isə çox qəribə idi, yol aşağıdaydı, yuxarı hissədə isə belə oturacaqlar var idi. Mənə maraqlı gəldi ki, orada nə var, ona görə də maşını saxladıq və yuxarı çıxdıq. Bu gözəl mənzərəni gördüm, çox gözəldir, həqiqətən çox gözəldir. Buradan yəqin ki, çay keçir, çay yatağına oxşatdım mən. Daha sonra yoldaşım bizi çağırır ki, gəlin gedək və gedirik. Budur, istədiyimiz məkana artıq yaxınlaşırıq. Hətta kanatı da görürəm uzaqdan, kanatlar hərəkət edir. Burada isə belə gözəl bir süni şəlalə yaradıblar və ətrafında yenə restoranlar fəaliyyət göstərir. Məkanın adı isə Su Səsi idi. Çox gözəl bir məkan idi. Dostlar, Qəbələ haqqında, Qəbələ turumuz haqqında 2 vlog hazırlamaq istəyirəm. Bu birinci hissədir. Biz burada gəldik, kanatla gəzinti etmək istədik, ancaq təəssüf ki, gec olduğu üçün artıq saat 5-dir və dedilər ki, artıq biz sizi kanat gəzintisinə icazə verə bilmirik, çünki bağlanır kassa. Gəzinti ümumiyyətlə 2 saata yaxın davam edir, getmək və gəlmək. Ona görə də gec olduğu üçün, qaranlıq olduğu üçün, mənzərə də tam görünmədiyi üçün biz bugün həmin gəzintidə ola bilmədik, bunu saxladıq sabaha. Burada isə gedirdik, belə fotosesiya edirdilər gəlindən bəy, onları da çəkdim və biz qaldığımız evə yollanırıq. Mən yemək hazırlayıram və axşam yeməyi yeyirik. Kotletləri evdə hazırlayıb gətirmişdim. Burada sadəcə qızartdım və əyləşdik. Çox ləzzətli axşam yeməyi yedik. Daha sonra isə bu gözəl eyvanda əyləşib isti çayımızı içə-içə gün batımını izlədik. İndi isə mən gedirəm ikinci videonu hazırlamağa. Mütləq izləmədə qalıb, o daha maraqlı olacaq. Hələlik.